Salam hər vaxtınız xeyir olsun. Biz 6-cı sinif coğrafya kitabından bölmə 1.1 yaşadığımız məkanı necə fərqləndirmək olar mövzusuna izahına baxacağıq. Şəkildən də göründüyü kimi mövzu Azərbaycan haqqındadır. Gəlin mövzuya keçmədən öncə Azərbaycan haqqında ilkin məlumatları əldə edək. Azərbaycan 38 və 42 dərəcə şimal enlikləri, daha sonra 44 və 51 dərəcə şərq uzunluğu arasında yerləşir. Ölkəmiz Şərqdən Xəzər dənizi ilə, həmçinin ölkəmizin təbii obyektləri, yəni geomorfoloji vahidləri bunlardır. Böyük Qafqaz dağları, Kiçik Qafqaz dağları, Talış dağları, Zəngəzur silsiləsi, Kür-Araz ovalı, Arazboy düzənliklər, həmçinin Xəzər yanı ovalılarda biz bura misal çəkə bilərik. Daha sonra isə təbii sosial-iqtisadi obyektlərdə biz misal çəkə bilərik. Bunları Heydər Əliyev mərkəzi, sonra Şəkixan sarayı, Şirvanşahlar saray kompleksi, Cümə məscidi, Qobustan Qaya üstü rəsmlərində biz bura misal çəkə bilərik. Gəlin mövzulat Azərbaycan haqqında kiçik məlumatlar əldə etdikdən sonra gəlin mövzuya keçək. Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır. Şəhər Xəzər dənizi sahilində Abşeron yarımadasında yerləşir. Bakı 12-ci əsrdə Şirvanşahlar, 16-cı əsrdə Səfəvilər dövlətinin, 18-ci əsrdə isə Bakı xanlığının əsas şəhərlərindən biri olmuşdur. Bu şəhərin adına orta əsrlərində, yəni Bizans, Ərəb və Avropa mənbələrində rast gəlinir. Mətni oxuduq, gəlin mətni daha yaxından təhlil edək. Dedik ki, Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır. Yəni paytaxt şəhərdir. Daha sonra Xəzər dənizi sahilində yerləşir. Abşeron yarımadasında yerləşir. Baxın, Abşeron yarımadası baxın bu hissədir. Daha sonra dedik ki, Şirvanşahlar dövlətinin, sonra Səfəvilər dövlətinin və Bakı xanlığının əsas şəhərlərindən biri olmuşdur. Bəs Bakı haqqında hansı mənbələrdə rast gəlinir? Baxın, Bizans, Ərəb və Avropa mənbələrində də rast gəlinir. Daha sonra gəlin mövzuya davam eləyək. Xəzər dənizində əsasən küləklər Bakının havasını mülayimləşdirir. Bakının ən yüksək hissəsində yerləşən Dağüstü parkdan şəhərin mənzərəsi daha gözəl görünür. Xəzərə və Bakıya yaxın yerləşən qədim insan məskənlərindən biri də Qobustandır. Qobustan qayalarında regionun 15 min illik tarixi əks olunub. Burada çoxlu qayaüstü təsvirlər, qayaların altında yerləşən mağaralarda qədim insan məskənləri və Kuruqan qəbirləri aşkar edilmişdir. Gəlin mətni daha yaxını təhlil edək. Dedik ki, Xəzər dənizi küləkləri Bakının havasını mülayimləşdirir. Dedik, Bakının havası necədir? Yəni Xəzər dənizi olmasaydı quraq olardı. Lakin Xəzər dənizi küləkləri vasitəsilə Bakının havasını mülayimləşir. Daha sonra isə Bakının yüksək hissəsində yerləşən, ən yüksək hissəsi Dağüstü parkdır. Yəni orada şəhərin mənzərəsini izləmək olur. Daha sonra isə Bakı yaxınlığında tarixi qoruq Qobustan qayaları yerləşir. Baxın, Qobustanda yerləşir. Qayaların üzərində 15 minlik tarix əks olunub. Burada çoxlu qayaüstü təsvirlər, sonra baxın mağaralar, sonra baxın burada Kuruqan qəbirləri, insan məskənləri tapılmışdır. Daha sonra, yəni burada 15 minlik tarixi öyrənmək üçün əsaslı mənbələrdən biridir. Daha sonra isə mətnə davam eləyək. Bakı şəhəri əsas sənaye mərkəzlərindən biridir. Şəhər son illər ərzində iqtisadi və sosial baxımdan sürətlə inkişaf etmişdir. Neft sənayesi ilə yanaşı digər sosial sahələrin inkişafı şəhərin xarici görünüşünü daha da gözəlləşdirmişdir. Müasir binalar, ticarət mərkəzləri, yollar, parklar, istirahət və digər yeni tikililər Bakını daha da cəlb edici edir və onun turizm imkanlarını artırır. Gəlin mətnə daha yaxından baxaq. Dedik ki, Bakı şəhəri əsas sənaye mərkəzlərindən biridir. Yəni ölkəmizin əsas sənaye mərkəzlərindən biridir. Yəni son illərdə sosial-iqtisadi baxımından, yəni sürətlə inkişaf etmişdir. Neft sənayesi ilə yanaşı digər sosial layihələr də həyata keçirilmişdir. Yəni müasir binalar tikilmişdir. Sonra ticarət mərkəzləri, yollar, parklar və digər tikililər şəhərin turizm potensialını artırır. Mətni oxuduq, gəlin isə suallara baxaq. Bizdə deyir ki, birinci sualda Bakı şəhərinin yerləşdiyi məkanı Azərbaycan siyasi xəritəsində, yəni A xəritəsində müəyyənləşdirin. Bakı şəhəri baxın bu hissədə yerləşəcək. Daha sonra ikinci suala baxaq.
Bakı şəhərini bir məkan kimi xüsusiyyətləri nə ilə fərqlənir? Bakı şəhərinin həm təbii, həm də sosial-iqtisadi necə deyirlər, ərazisinə görə fərqlənir. Təbii ərazilərinə görə fərqlənir. Burada palçıq vulkanları, sonra Xəzər sahil ovalıqlar, sonra dəniz sahili çimərliklər, sonra bura qeyd edə bilərik. Bozqonur torpaqları biz bura misal çəkə bilərik. Təbii sosial-iqtisadi obyektləri də biz bura çəkə bilərik ki, Qayasu rəsmləri, Şirvanşah saraylar kompleksi, Qız qalası, sonra alov qüllələri və sair və ilaxır kimi nümunələri biz bura misal çəkə bilərik. Daha sonra üçüncü suala baxaq. B və C şəkillərini müqayisə edin. Şəhərdə hansı dəyişikliklər görürsünüz? Gəlin baxaq, bax, bu B şəkili, bu isə C şəkilidir. B şəklində görürük ki, köhnə Bakı buxtası, köhnə binalar, sonra köhnə atraksiyonları görürük. Baxın, Bakı buxtası, sonra atraksiyonlar və köhnə binaları biz görürük. Bəs C şəklində buna baxaq. Yəni 2023-cü ildə müasir Bakı buxtası, sonra müasir binalar və yeni müasir atraksiyonları biz görürük. Daha sonra dördüncü suala baxaq. Bakı şəhərinin xəyali vizual səyahət etməklə tapşırıqları yerinə yetirin. A-ya baxaq. Bakı şəhərini tanıdığınız təbii və sosial-iqtisadi obyektlərin siyahısını hazırlayın. Gəlin hazırlayaq. Biz bura deyə bilərik ki, Qız qalasını bir misal çəkə bilərik. Alov qülələrini misal deyə bilərik. Daha sonra dəniz sahili parkı bura misal çəkə bilərik. Sonra Filarmoniya bağını biz bura qeyd edə bilərik. Həmçinin Tofiq Bəhramov adlı Respublika stadionunu, sonra müasir binaları biz burada qeyd edə bilərik. Daha sonra hazırladığınız siyahını D şəkillə müqayisə edin, çatışmayan obyektləri tamamlayın. Gəlin baxaq. Baxın, D şəkili buradadır. Biz qeyd eləmişdik ki, adlarını demişdik, alov güllələrini demişdik. Sonra Qız qalasını demişdik, müasir binaları demişdik. Bəs Şirvanşahlar saray kompleksdə səhv etmirəmsə demişdik. Bəs biz hansıları deməmişdik? Filarmoniya bağını deməmişdik. Filarmoniya bağını demişdik, amma xəritədə yoxdur. Daha sonra Qobustan qayalarında demişdik, yəni burada qeyd olunmuyor. Və digər sosial-iqtisadi obyektləri qeyd etdik. Yəni Dəniz Kənarı Milli Parkı da qeyd etdik. Lakin burada qeyd olunmuyor. Yəni biz D şəklində xəritəmizi tamamladıq. Daha sonra mətnlə daha yaxından tanış olaq. Dəyərləndirmə tapşırığı burada verilib. Gəlin oxuyaq və sualları cavablandıraq. Təbii məkanda istirahət etmək həm çox maraqlı, həm də sağlamlıq üçün faydalıdır. İstirahət zamanı ətraf mühitə qayğı ilə yanaşmaq və ümumi qaydalara riayət etmək vacibdir. Əks halda atılan məişət tullantılar təbiətdəki canlılara böyük zərər vura bilər. Bunun üçün də tullantıları lazımi qaydada toplayaraq xüsusi yerə qoymaq və bitki heyvanat aləminə qayğı ilə yanaşmaq təhlükəsizlik qaydalarını təmin etmək lazımdır. Yəni dedik ki, yerə zibil atmaq olmaz, sonra bitkiləri qırmaq, ağacları kəsmək olmaz, bitkiləri qırmaq olmaz, heyvanlara daş atmaq olmaz. Bu cür nümunəvi bir vətəndaş olmaq lazımdır. Daha sonra isə sualları cavablandıraq. Baxın, A-da bizə deyir ki, mətndə sadalanan ətraf mühit, təbiət və bitki kimi sözlər hansı məkana aiddir? Baxın, bu təbii məkana aiddir. Yəni ətraf mühit, təbiət, bitkilər kimi sözlər təbii məkana aiddir. Yəni fiziki məkandır. Yəni burada Dəniz Kənarı Milli Parkı misal çəkə bilərik. Həmçinin Dağüstü Parkda olan yaşıllıq ərazisini qeyd edə bilərik. Yəni Bakı ərazisində Xəzər sahili bölgələri qeyd edə bilərik. Şahdili Milli Parkını, Qobustan qayalarında biz burada qeyd edə bilərik. Halbuki orada Qayasu rəsmləri qorunsa belə ətrafın təbii komponentləri nəticəsində onun ərazisində kiçik ekosistem formalaşır və orada canlılar yaşayır. Daha sonra B-yə baxaq. Mətndə məkanın hansı xüsusiyyətlərindən bəhs edilmişdir? Məkanın hansı xüsusiyyətlərindən bəhs edilmişdir? Dedik ki, fiziki və təbii məkandan bəhs olunmuşdur. Daha sonra C-yə baxın. Məkan komponentlərinin dəyişikliyi ilə məkan komponentlərinin yayılması arasında hansı fərqlər vardır? Dedik ki, məkan komponentləri dəyişikliyi, məkan komponentlərinin yayılması arasında hansı fərq vardır? Dəyişiklik zamanı dedik ki, məkan
dəyişilərək bir başqa obyektə çevrilir. Məsəl üçün, meşələr qırılaraq səhralara çevrilir. Həmçinin səhralarda ağac əkilsə, meşəli əraziyə çevrilir. Yəni budur. Həmçinin komponentlərin yayılması arasında hansı fərq var? Komponentlərin yayılması, yenə dediyim kimi, meşələrin sahəsi arta bilər, azala bilər. Yəni bu nəticəsində fərqli məkanlara çevrilə bilər. Həmçinin biz burada bunu qeyd edə bilərik ki, Xəzər dənizi sahilində məsəl üçün qeyd edək ki, qumluq ərazi, yəni çimərli ərazilərin su altında qalması nəticəsində bataqlaşma baş verə bilər. Bu zamanda təbii komponentlər öz yerini dəyişir. Daha sonra 2-yə baxaq. 2-yə qeyd olunur ki, Bakı şəhərindəki Qız qalası paytaxtın tarixi simvollarından biridir. Bu tarixi abidə İçəri şəhərdə yerləşir. Şirvanşahlar Sarayı kompleksi Azərbaycan memarlığının nadir nümunələrindən biridir. Bakıdakı qədim memarlıq inciləri ilə yanaşı, müasir tikilər də şəhərin xüsusi gözəlliklər verir. Məsələn, Xalça muzeyi, sonra Heydər Əliyev mərkəzi, sonra Alov güllələri, Aypara sarayını belə misallara qeyd edə bilərik. Aypara sarayı baxın budur. Daha sonra mətni oxuduqca sualları yerinə yetirək. Xəritəsindəki şəkilləri rəqəmlərə uyğun olaraq zaman oxunun ardıcıllığında düzür. Gəlin düzək. Birinci gələcək Qız qalası 12-ci əsrdə, yəni Qız qalası gələcək, yəni 4. Daha sonra gələcək Şirvan saraylar kompleksi 13-16-cı əsr. Baxın, təxmini əraziləri əhatə edəcək. 3 bura olacaq. Daha sonra gələcək 1967-ci ildə Xalça muzeyi gələcək. Baxın, bir sənə əhatə edəcək. Sonra növbəti gələcək Heydər Əliyev mərkəzi gələcək. 2006-2012-ci illərdə tikintisi baş vermişdi. Yəni baxın, bu hissələri əhatə edəcək. Daha sonra gələcək Alov güllələri gələcək. Yəni Alov güllələri əslində 2012-də tikilib. 2012-də tikilib bitib. Yəni Heydər Əliyev mərkəzindən sonra tikilib. Yəni o da təxminən baxın, bir sənə əhatə edəcək. Yəni belə. Daha sonra B-yə baxaq. D təsvirində hansı sosial-iqtisadi obyektləri əlavə edə bilərsiniz? Gəl əlavə eləyək. Məsələn, biz bura gəlin əlavə eləyək. Filarmoniya bağını əlavə edə bilərik. Sonra Tofiq Bəhramov Respublika stadionu əlavə eləyə bilərik. Sonra biz bura əlavə edə bilərik. Sokarın binasını əlavə edə bilərik. Daha sonra biz burada qeyd edə bilərik. Bakı Olimpiya stadionunu burada qeyd edə bilərik. Yəni çox obyektlər qeyd eləmək olar. Siz özünüz də araşdırma edərək bu xəritəni genişləndirə bilərsiniz. Sonra yaşadığınız məkanda hansı təbii və sosial obyektlər yerləşir? Gəlin baxaq, məsəl üçün deyək ki, bir qəsəbəni götürək. O qəsəbədə nələr ola bilər? Məktəblər ola bilər, sonra xəstəxanalar ola bilər, uşaq bağçası ola bilər, restoranlar ola bilər, kafelər ola bilər, kitabxana ola bilər, mədəniyyət mərkəzləri, bələdiyyə binaları və s. Həmçinin fərdi binalar da ola bilər. Yəni bu yaşadığımız məkanda olan sosial obyektlərdir. Bəs təbii obyektlər ola bilər. Yəni əgər göl varsa göl ola bilər, sonra eviniz dəniz ərazidə yerləşir, dəniz ola bilər, dağlıq ərazidə yerləşir, dağlıq ərazi və s. və ilaxır obyektlər yerləşə bilər. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın.